Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, xoş gördük hər birinizi. Daha bir əla təmirli bir mənzildən hamınızı salamlayıram. Bu günləri Yeni Yasamalda Əsəd Əhmədov küçəsi 77 nömrəli avtobusun son dayanacağındayıq. Burada sizlərə 17 mərtəbəli yeni tikili binanın 15-ci mərtəbəsində qanuni 3 otaq, 130 kvadrat müsahisə olan bir mənzil təqdim edəcəm. Burada mənzilin giriş qapısı yerləşir. Daxil olduqda sağ tərəfdə belə bir qardirob mebeli quraşdırılıb. Tam yelçəkər bir mənzildir. Görürsünüz, dəhliz isə bütün otaqların giriş hissəsi dəhliz hissədəndir. Burada mənzilin qonaq otağı yerləşir. Burada mətbəx, daxilində eyvan, tualet, hamam, yataq otağı daxilində həm eyvan, həm sanitar qovşaq və sonuncu yataq otağımızsa burada yerləşir. Oradan da eyvana keçmək mümkündür. Belə, gördüyünüz kimi çox geniş dəhliz hissəmiz var. Döşəmə parketdir. Buradan daxil olaq mənzilin mətbəx hissəsini ilk öncə sizlərə göstərim. Gördüyünüz kimi bu formadadır. Kifayət qədər genişdir. Sağ tərəfdə mətbəx mebeli də quraşdırılmış şəkildədir. Mənzildə demək olar ki, az bir müddət yaşayış olub. Yaxşı vəziyyətdədir mənzilin təmiri. Baxın, mətbəx hissəmiz kifayət qədər genişdir. Döşəmə parketdir. İstilik sistemi kombidir. Mətbəxdən mənzilin birinci eyvanına keçid mümkündür. Görürsünüz, cam balkonla bağlanmış şəkildədir. Və Yeni Yasamalda Xocasan gölünə gözəl panorama mövcuddur. Burada kombi aparatı yerləşir. Burada kollektor sistemidir və qaz sayğacı da orada yerləşir. Belə, mətbəx hissəni sizlərə göstərdim. Buradan keçid alaq mənzilin qonaq otağına. Qonaq otağını görürsünüz, bu formadadır. Burada kifayət qədər genişdir. Gün düşən işıqlı bir mənzildir. Tam yelçəkərdir. Həm qərb istiqamətdə baxır, həm şərq istiqamətdə baxır. Mənzilə bütün gün boyu gün düşməkdədir. Qonaq otağında gördünüz. Burada mənzilin sanitar qoşaqlarından tualet hissəsi yerləşir. Görürsünüz, bu formadadır. Burada hamam otağımız yerləşir. Burada bütün aksesuarlarla təmin olunmuş şəkildədir. Daha sonra əsas yataq otağına keçək. Gördüyünüz kimi bu otağımız da kifayət qədər geniş sahəyə malikdir və daxilində sanitar qovşaq yerləşməkdədir. Bu formadadır, görürsünüz. Buradan da eyvana keçidimiz mümkündür. Keçim eyvanı da sizlərə göstərim. Baxın. Belə bir geniş eyvanımız var. O yataq otağından da həmən bu eyvana keçid mümkündür və mənzilin əla panoraması mövcuddur. Görürsünüz, bu formadadır. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxmaq mümkündür. Hal-hazırda yaşayış yoxdur. 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Üzərində 2 mərtəbə yerləşir mənzilin. Lift mərtəbəyə qədər qalxır. Burada isə mənzilin 3-cü otağı olan 2-ci yataq otağımız yerləşir. Az öncə göstərdiyim eyvana buradan da keçmək mümkündür. Belə əziz izləyicilər, mənzil haqqında ümumi məlumat verim. Mənzilimiz yerləşir Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında, düz yolun kənarında yerləşir. Tam yelçəkər, qanuni 3 otaq bir mənzildir. 17 mərtəbəli yeni tikili binanın 15-ci mərtəbəsində yerləşir. 130 kvadrat müsahibəsi var mənzilin. Mənzilin sənədi müqavilə əsası və maliyyə arayışı əsasındadır. Heç bir problem yoxdur. Tanınmış binalardan biridir. Problemsiz binalardan biridir mənzilimiz. Yeraltı qaraj, geniş həyət mövcuddur. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. Binanın yaxınlığında
bütün yaşayış obyektləri yerləşməkdədir. Açarlar bizdədir, günün istənilən vaxtı mənzilə baxmaq mümkündür. Belə əzizlər, gördüyünüz mənzilin qiyməti 230 min manat start qiymət təyin olunub. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.